Bir vaxtlar çox məşhur olan Sabunçu vağzalındayıq. Bu vağzal Bakıda elektrik qatarlarını qəbul edən ilk vağzal olub. Vağzalın binasında məşhur olan Dəmir Yol Muzeyi fəaliyyət göstərir. Muzeyin açılışı ölkə başçısı İlham Əliyevin iştirakı ilə baş tutub. Azərbaycan Dəmir Yolu Muzeyində ölkəmizin dəmir yolu sahəsinin inkişaf mərhələlərinə aid müxtəlif maraqlı eksponatlar, o cümlədən 19-cu əsrdə dəmir yolunun yaranması tarixini əks etdirən foto və video materiallar, dəmir yolu və qatar modelləri nümayiş olunur. Zaqafqasiya dəmir yolunun tarixi xəritəsi muzeyin nadir eksponatlarındandır. Novruz və Ramazan bayramı günlərində muzey öz qapılarını ziyarətçilərin üzünə açıb. Azərbaycan Dəmir Yolu Muzeyi Köhnə Sabunçu vağzalının binasında yerləşir. Muzeyimizdə ölkəmizin dəmir yolu sahəsinə aid müxtəlif foto və video materiallar və eksponatlar yerləşir. Muzey 2 mərtəbədən ibarətdir. Birinci mərtəbədə təhlükəsiz dəmir yol keçidi və sənədli film kinozalı yerləşir. Sənədli film kinozalında panoramik video müşahidə olunur. O videoda siz dəmir yolunun yaranması və inkişafı haqqında məlumatlar ala bilərsiniz. İkinci mərtəbədə isə 3 sərgi zalı, simulyator otağı, dəmir yol geyimləri 1865-ci ildən 1964-cü ildə müxtəlif uniformalar və 1964-cü ilin Amendorf vaqonu yerləşir. Muzeydə ziyarətçilərimizin sevimli eksponatlarından biri Amendorf vaqonudur. Orada ziyarətçilər kupelərə daxil olub və foto və video çəkdirə bilərlər. Ziyarətçilərimizin ən sevimli foto güşəsidir. Muzeyin 3 sərgi zalı var. Birinci sərgi zalında 19-cu əsrdə dəmir yolunun yaranması tarixini əks etdirən arxiv foto və video materiallar, maraqlı eksponatlar, dəmir yolu və qatar modelləri yer alır. İkinci zalda 20-ci əsrdə dəmir yolunda gedən inkişaf prosesini görmək mümkündür. Üçüncü zalda isə dəmir yolu qatarlarının modelləri, müxtəlif dövrlərə məxsus sərnişin obrazlarının maketləri nümayiş olunur. Perronda hazırlanan zalda qatara çıxış şüşə ilə bağlanıb. Şüşə arxasında tarixi dəmir yolu xəttinin bərpa olunmuş modeli görünür. Zalda dəmir yolu nəqliyyatına aid 2 maket, 2 film zalı var. Bu film zallarından biri bədii, digəri sənədli filmlərin nümayişi üçün nəzərdə tutulub. Birinci mərtəbədə yerləşən kino zalda sənədli filmlər, tarixi xronikalar, dəmir yollarının inkişafına töhfə verən mühəndislər və insanlar barəsində bioqrafik filmlər nümayiş olunur. İkinci mərtəbədə yerləşən kino zalda dəmir yollarının, qatarların və dəmir yolu vağzallarının estetikası ilə bağlı bədii filmlər nümayiş edilir. İranə Novruzzadə, Kamran Pirəliyev, Gün TV.